Deyirdiler ev təmir edəndə pul su kimi gedir, inanmırdım. Bu ev bizim Ülvi ilə xəyalımız idi. 8 il idi əziyyətlə aldığımız evi satıb torpağımızı aldıq. Yerdə qalan 100 min büdcə ilə evimizin tikintisinə başladıq və yarı yolda pulumuz bitdi. Kredit götürdük. Bu qədər rəylərdən sonra düşündüm ki, niyə insanlar birinin xəyalını gerçəkləşdirməsinə xoş söz yazmaq əvəzinə bu qədər kin qısurlar? Hər şey kənardan göründüyü kimi sadə deyil. Nəsə əldə etmək üçün nələrdənsə keçmək lazımdır. Biz də keçməyi seçdik. Evimizdən də, maşınımızdan da. Çünki xəyallarımız var. Və ən gözəl də bilirsiniz nədir? Çəkdiyin əziyyətin yavaş-yavaş bəhrəsini görmək. Bugün sizə çox xoşbəxt olduğum evə aldığımız bir şey göstərəcəm. Yadınıza gəlirsə, bir ay öncə darvaza seçimi etmişdik. Bəyəndiyim darvazaya 9000 pul demişdilər. Amma araşdırıb ən münasibini və keyfiyyətlisini Ol Metaldan tapdıq. Özü də 4500. Reklam deyil, ödənişini etmişəm. Sadəcə məlumatlandırıram ev tikmək istəyənlər üçün. Özləri gəldilər, yerindəcə ölçülərini götürüb istədiyim kimi də təqdim etdilər. Beh verdiyimiz gün sexlərinə gedib tanış olmaq istədim. Nələr gördük, ağzım açıq qaldı. Nəinki darvaza, həmçinin dəmir qapılar da mövcuddur. İstər həyət evləri üçün, istər bina evləri üçün. Bu bir ay ərzində iş getdiyi müddətdə hər detalını bizimlə bölüşürdülər. Bugün isə quraşdırılması baş tutdu. Çox gözəl deyil. Biz seçimimizi Ol Metaldan etdik. Bir söz var deyirlər. Allah toy edənində, ev tikənində əlindən tutur. Allah arzusunda olan hər kəsə nəsib etsin.